Bir də son günlər nə ilə rastlaşıram? Bəzi müştərilər olur ki, kürə qaplarını başqa yerlərdən alırlar. Mağazamıza yaxınlaşırlar ki, bəs mənə kürə peçində yemək bişirmək üçün, quzu bişirmək üçün list ver. Misal üçün listin ölçüsü 60-ın 40-adır. Eni bu hissəsi 40 santimdir. Baxırıq ki, kürə qapısının qapı açılanda içərisi balaca qalır. Bu keçmir. Müştəri əlini atırıblar ki, heç olmayan bu keçsin. Misal üçün ölçüsü 33-ün 45-ədir. Baxırıq ki, bu da balaca, bu da uyğun olmur. Bu da kürə qapının eni balacadır, bu da keçmir. Təkərli səbət almaq istəyir ki, kürə peçində 600 qəşəng təndirdə olduğu kimi kebab bişirsin. Baxırıq ki, yenə bu da uyğun olmur. Yəni müştəri ancaq onun içərisində ən yaxşı halda bu formada bir qazan ala bilər ki, saxsı qazan. Bu formada bir qazanda piti yığıb və ya nəsə içində başqa ət məhsullarını yığıb kürə peçində bişirsin. Yəni bu problemlər olmasın deyə qabaqcadan, yəni kürə qapısını seçməmişdən qabaq fikirləşin ki, yəni mən bunun içində nə bişirməyi düşünürəm. Pizza bişirəcəm, lahmacun bişirəcəm, quzu bişirəcəm, paxlava bişirəcəm. Yəni bizim mətbəxdə olan yeməklərin əksəriyyəti üçün, yəni qapı mütləq şəkildə enli olmalıdır. Xaricdən gələn qapıların baxırıq ki, eni hissəsi yəni balaca olur. O da nəyə əsasəndir? Yəni onlarda bizdəki kimi deyəlim ki, paxlava bişirən yoxdur. Misal üçün başqa belə böyük həcmli yemək bişirmirlər. Bizdə amma müştərilərin əksəriyyəti baxıram ki, quzunun bütöv formada bişirmək istəyir, quzunun qolunu bişirmək istəyir, qabırğa hissəsini bişirmək istəyir. Onun üçün də mütləq şəkildə qapının eni böyük olmalıdır. Mağazamızda, yəni bunun üçün müştərilərin bu istəyini reallaşdırmaq üçün belə qapaqlar var ki, eni 50 santimdir, hündürlüyü 39 santim. Ən böyük modeldir ki, yəni bunun içərisində nə istəsəz bişirə bilərsiniz. Və ya burada misal üçün 46-ın 35 ölçüsündə belə böyük ekranlı. İndi salafandadır. Kimlər istəsə WhatsApp-a yazı, açıq formalarda paylaşarıq. Misal üçün bu qapağın özü olsun. Yəni bu qapağın içərisindən adam keçir. Yəni o qədər böyükdür. Və ya bu qapağın içərisindən bütöv quzunu keçirdib, yəni bişirmək olur. Eni 51 santimdir, hündürlüyü 31 santimdir. Hündürlüyü isə yanlardan 21 santimdir. Bu modelin özü belə. Yəni ən böyük modellərdəndir. Yəni kürə qapı aldığınız zaman ölçüsünü mütləq şəkildə fikir verin ki, gələcəkdə yemək bişirmək istədiyiniz zaman quzu olsun və ya başqa höndüşkü olsun, qaz olsun, ördək olsun, qapı balaca olanda istədiklərinizi bişirəməyəcəksiniz. Bu da sonra sizə problem yaradacaq. Sizə də kürə qapları lazımdırsa, belə böyük ölçülü istədiyiniz yeməkləri bişirmək üçün qapaqlar lazımdırsa, bizimlə əlaqə saxlaya bilərsiniz. Aşağıda rəqəm nömrəmiz qeyd olunub.